Hamıya salam dostlar. Mənim adım Ziya. Kanalıma xoş gəlmisiniz. Bu gün sizə kanalımda paylaşdığım süni intellekt videolarını necə hazırladığımı göstərəcəm. İlk öncə videolara baxaq. Bu videoları qeyd edirəm. Gördüyünüz kimi bu videoların izlənməsi artıq 3 milyon və yaxud 2 milyona yaxınlaşır. Digər videolarla bir yerdə ümumi 4-5 video 4-5 milyon izlənməyə çatıb. Bu videoları necə hazırlayıram, onu göstərəcəm sizə. İlk öncə şəkil üçün Gemini-dan istifadə edirik. Daha sonra şəkli hərəkət vermək üçün Remini proqramından istifadə edirik. CapCut-da bütün videoları birləşdirirəm və ortaya bu videolar çıxır. Göstərmədən öncə sizdən xahişim olacaq. Kanalım artıq 10.000 abunəyə çatır. Sizdən xahişim bütün izləyənlər kanalıma abunə olun və mənə dəstək olun. Keçək necə hazırlandığını göstərəcəm sizə. Deməli, ilk öncə giririk Gemini proqramına. Gemini-yə giririk. Və Gemini-da mən daha öncə istifadə etdiyim prompt var. Bu prompt, hansı ki burada Hüseyn Dəryanın belə deyək şəklini yaratmışdım. Bu promptu açıqlama bölməsinə qeyd edəcəm. Oradan götürərsiniz. Resim oluştura vururuq. Mən sizə qeyd etdiyim promptu buraya yapışdırırıq. Və burada istədiyiniz adı da yaza biləcəyiniz bölmə var. Bura adı yaza bilərsiniz. Daha sonra istədiyiniz adamın şəklini buraya əlavə edirsiniz. Gəldiniz, Hüseyn Dəryanı seçdiniz. Və şəklin yüklənməsini gözlədiniz və davam edirsiniz. Şəkil hazırlanır. Şəkil hazırlandıqdan sonra ola bilər ki, bəzi məşhurlar şəkildəkinə bənzəməsin. Xüsusən mən yaratdığım üçün qeyd edirəm. Hüseyn Dəryaya çox vaxt bənzəmir. PicsArt-dan istifadə edirdim. Bənzəməyəndə baxın görürsüz, bənzəmədi. Amma bir çox məşhurları bənzədir. Yəni birə-bir bənzədir. Çox da pis deyil. Yəni bənzəyir hardasa. Əsas məsələ bu şəkillərə hərəkət verməkdir. Hərəkəti necə veririk, onu da göstərim. Daxil olduq Remini proqramına. Remini proqramı ödənişli proqramdır. Yəni sizin şəkillərə hərəkət verəcəyiniz hissə ödənişlidir. Məndə ödənişli versiyadır, 1 illik Pro versiyadır. İstifadə etdiyim üçün mən bunu almışam. Necə edirlər burada onu göstərəcəm. Yapay zeka videolarına keçirik. Burada şəklə hərəkət vermək hissəsinə daxil oluruq. Gemini-da düzəltdiyimiz şəkli seçirik və gözləyirik. Bu hardasa yəni 30 saniyə, 40 saniyə çəkir, bəzən də daha tez. Şəkli hazırlanmasını gözləyirik. Şəkil artıq videoya çevrildi. Baxırıq. Videoları hazırladıqdan sonra burada Remini loqosu görsənir. Bunu görsənməməyini istəyirsinizsə, şəkli uzun formatda Reminiyə versəz, artıq aşağı hissəsində olanda siz şəkli kəsə biləcəksiniz və yaxud videonu. Beləliklə Remini sözü görsənməyəcək. Əgər videonun belə forması sizi qane etmirsə, onda bir neçə dəfə sınayırsınız şəkli videoya çevirməyi. Fərqli formatlarda sizə video verəcək. Qaleriya qayd et düyməsinə toxunursunuz və qaleriya qayd edilir. Bir neçə videonu hazır edirsiniz, daha sonra birləşdirirsiniz CapCut proqramında və yaxud özünüzün işlətdiyi video edit proqramı varsa orada. Və musiqi əlavə edirsiniz. Beləliklə sizin istədiyiniz video ortaya çıxır. Əgər bu video işinizə yaradısa, sizdən xahişim kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Təşəkkür edirəm. Sağ olun.